2026-cı ildə bizi nələr gözləyir? Çox sual verirsiniz Fərid bəy. 2026-cı ilimiz necə olacaq? 2026-cı il təklik enerjisini bildirir və azad öz qərarlarınızı özünüz verəcəksiniz artıq. Və təklik enerjisində iki tip insan olur. Ya bu insan eynilikdən bezib üzü aşağıya doğru gedəcək, yaxud da ki, yeni insan yaranmış olacaq. Yeni insan formalaşmış olacaq. 2026-cı il formalaşan insan üçün, 2026-cı il irəli getmək istəyən insan üçün, inkişaf etmək istəyən insan üçün çox uğurlu olacaq və çox bərəkətli ruzi dolu olacaq. Həmçinin sevgi münasibətlərində bolluq, zənginlik sizi gözləyir. Və ailə münasibətlərinə gəldikdə burada isə vəziyyət tam o deyil, çünki ayrılıqlar, boşanmalar, bezmiş münasibətlərin bitməsi sizi gözləyir. 2026-cı ildə isə karyera cəhətdən həddindən artıq böyük uğurlar sizi gözləyir. Çünki tək enerjidə, özünü öz ayağı üstə durmaq enerjisinə düşsən əgər, o enerji sənə 3 il boyunca bəs edəcək və 2029-cu ilə qədər bolluq, bərəkət, zənginlik dolu sizlərlə olacaq.